Külçili Aslan Allah qoyunuzu götürüb. Göründüyü kimi yaxşı yemləmə var, yüksək səviyyədə. Mən inanıram ki, bu rayonun ən yaxşı baramalarından biridir. Və nəzərə alaq ki, burada buranın gəlini Zərdab rayonundadır. Zərdab da baramaçılıq rayonu olduğu üçün. İndi bir dənə bu müddəti nə qədər olur? Bu müddəti bir aydır. Bir ay. Yəni hamının borcudur ki, bir ay kömək eləməyi sizə. Bəli. Elimizə, obamıza. Allah can sağlığı versin, Allah həmişə şərəfi uca eləsin, Allah həmişə dolu qələtli yaxşı eləsin, imkanlı eləsin, üzün ağ olsun. Sağ olun. Sizin hamının yanında, vəzifələrin yanında özün, öz adıma görə bir ay nə var ki, bir ildə bir aya xidmət eləmək heç kim əsirgəməz. Mən həqiqətən bərəkət. Əyyub Peyğəmbərdən yadigar qalmış bir şeydir. Quran-ı Şərifə düşüb. Bunun gözü görməməyinə baxmayaraq, bunun toxuduğu, onun hissələri baramadan alınan ipək toru, ipək 7 adda dünya bazarına çalağay çıxarır. Bu bilirsiniz, görün nə gözəl, gözləri görmür, kördür. Ona görə insanlar buna laqeyd baxmamalıdır. İnanın ki, bunun üstə xəstədə gələr şəffaf. Deməli, gözəl, artıq yayılması zamanıdır. Yayılması zamanıdır, çox gözəldir. Düzdür, hər halda bunun imkanı yoxdur, imkanı olmadığı barədə yaşadığı yer deyil. Ancaq bir ayın evi yoxdur. Bir ay nə qədər olursa olsun, adam bir-birinə kömək edir. İldə bir ay kömək eləmək. Qırağda bunun yanında yatıram da. Allah sağlığa verməsin. Həvəslidir. Bunun üstə xəstə gələr şəffaf var deyirlər. Buna görə də şərəfdir ki, buna yaxşı baxasan. Sən qonağındır da, bir aylıq qonağındır. İnşallah böyük məhsul olur. Vaxtıyla da siz saxlamışsınız. Bir kutudan 67 kilo barama verirsiniz dərəcədə. Bizə görə bizim kətdə ən yüksək barama verilir. Nizami kət ən böyük barama kəndi olmağına baxmayaraq, keçən il 400 kilogram barama verərək Qaratəpə birinci yerdə oldu. Çəkiyə görə. Allah rəhmət eləsin Fatma xanıma, Allah qəni-qəni rəhmət eləsin. Fatma xanım mən alnımdan öpdü. Dedi, o sevinirdi. Kəndinin xoş işinə sevinən adam idi. Dedi ki, biz birinci olduq. Birinci elədi bizi. Düzdür, zəhmət sizin idi, əziyyət insanlarındır. Biz ancaq borcumuz olur ki, gəlib gelirik, baxırıq, göstərlər gelirik. Bax, bu gündə iradımı bildirirəm mən, açıq aydın iradımı bildirirəm. Kənd təsərrüfatı idarəsi Heydər Yağmur rəhbərdir, rəhbərə də görə işçiləri deyək. Bizim kənddə ən yaxşı baramaçılar olmağına baxmayaraq, çox təəssüf ki, mükafat bizim kəndə heç vaxt düşmür. Bizim kəndə bu sahədə qara siyahə salıblar. Bir dənə mükafat olsun, bizim külçüyə verərlər, külçüyə. Bizim külçü bu cür bayı yetişdirir. Siz hamısını çəkin, onu göstərin, elə bu işlərdə. Orada da külxana qurulacaq, yenə də külxana qurulacaq. 3-cü mərtəbə də qalxır. Hələ indiyə qədər bir dənə külçümüzdə heç bir mükafat verilmir. Bu da bizə qarşı, mən buradan Heydər Yağmur'a səslənirəm. Heydər Yağmur gözəl mütəxəssis, uzun illər işləyir. Bizim bu əziyyətimizi itirməsin, xahiş edirəm Heydər müəllimdən ki, növbəti mükafat meydə gəlir ki, bu ailəyə düşəcək. Sağ olun, sağ olun.